Değerli izleyiciler, her vaxtınız xeyir olsun. Yenə də sizləri Bərdə Maşın Bazarından salamlayıram. Kardeşler, hoş gördük sizi Bərdə Maşın Bazarında. Hoş gördük. Mercedes 4 göz Ha, deyir, 4 gözdür. Bəli, bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır? Abi 99 dili, 2000 modeldir. Polnu fulldur. Yəni hər şey elektronikası qaydasındadır, vuruqları yoxdur. Ağ mirvari rəngdir, dam qaradır. Bunda tek pasporta qeyd elətdirmişəm. Yəni gedib havaydan 600 manat, 700 manat verib qeyd elətdirməyə ehtiyac yoxdur. İndi də elətdirmirlər onsuz. Ona görə özüm elətdirmişəm ki, alan adam da rahat şəkildə maşını sürsün. Maşın sporta yığılıbdır. Maşın 3 ildən çoxdur bizdədir. Bu işləri siz gördünüz. Hə, bütün işlərim yarısını mən gözləmişəm, yarısında elə bil alanda var idi. Diz təkəri zad üstündə idi. Müəyyən şeylər var, mən elətdirmişəm. Maşın nə qədər polnu fulldur. xərciniz çıxıb alandan sonra? Bunu alandan sonra hardasa bir 4000-ə yaxın xərc qoymuşam üstünə. O da həvəs üçün, həvəskar. Əməlli başlı xərc qoymusunuz da. Hə. Özü də Kolya salonu. Siz neçədir mühərrikin pulu? 3.2 dizel. 3.2 dizel mühərrikdir. Yığılmayıbdı. Yox, yox. Öz zavod qoymadı. 440 min göstərir, daha bilmirəm nə qədər orijinaldır. Orijinaldır, çəkilməyibdi. Yəni alanda da yoxlatdırmışam, özüm də çəkməmişəm. Yəni mən bugünkü gün onu çəkib haramsızdan maşın satmaq istəmərəm. Yəni öz şəxsi maşınımı bəlkə deyirəm bir fırlanıbdı. Yox, fırlanıb. 1 milyon 440 min. Yox, yox, elə deyil. Hə, maşınımızın mühərrikində vəziyyət necədir? İdeal vəziyyətdədir. Mühərrikdir, sürətlər qutusudur, hər ikisi ideal vəziyyətdədir. Heç bir problem yoxdur. Səsi? Səs normal motor səsidir. Yəni normal dizel mühərriklər yaxşı deyil deyə traktor səs verir, dizellər. O Mercedeslərin hamısında var o. Mercedeslərin öz mühərrikinin səsində var o. O yəni bugünkü gün qlobal bir problem deyil. Bugünkü gün də alan şəxs aparsın ustasına yoxlatdırsın. Hər hansısa bir problem çıxsa özüm şəxsən xərcin qarşılayacağam. Yanacaq sərfiyyatı nə qədərdir? Yanacaq sərfiyyatı şəhər içi 6 litr, 6 litr yarım, amma düz trasda, yəni rayon yolunda 5 litr, 5 litr 200. Hətta mühərrikin böyük olmağının mühərrikin böyük olmaq təsir eləmir. yoxdur. Çünki kuza yüngül olduğuna görə mühərrik rahat şəkildə maşını apara bilir. Ona görə naqruskaya düşmür. Kondisioner yaxşı işləyir? Hamısı işləyir. Kondisionerdir, peçdir, sideniya qızdırıcıdır, soyuducudur, bəli, avtomat korobkadır. Gecikmə, vurma. Heç bir problem yoxdur. Diferdə səs yoxdur. Heç bir mostudur, korobkasıdır, heç bir səs yoxdur. Altında zədə yoxdur. Heç bir zədəsi yoxdur. Heç olmayıb da yəni. Pas olmayıb, yox indiyə kimi. İndi ola bilər də 25 ilin maşını da ola bilər ki, indi harasındasa bir nöqtəsi falan olar, o problemli bir şey deyil. Yəni bugünkü gün maşınımda qlobal heç bir problem yoxdur. Peredokda səs-küy yoxdur. Xeyr, xeyr, hamısını yığdırmışam. Təkərlər normaldır mı? 2 ayda vurmuşam üstünə. Ha, təkərlər yaxşı. Maşınımızın dəyişiləni varmı? Maşının dəyişilən xeyr. Bütün detallar öz detallarıdır. Zavod detalları. Ön kreldə rəng fərqi var. Hə, rəng fərqliyi var. Bir bundadır, bir də arxa kreldə o da lak soluğunluğudur. Yəni kraska dəyməyinə görə deyil. Lak soluqdur. Yəni yaxından baxanda mirvari olduğu seçilir, amma sadəcə lakı soluq deyə saralma var. 200 manat xərci var. Kosmetik sayılır bu yoxsa necə? Kosmetik işlemi deyirəm. Bugünkü gün elə də güclü kosmetik iş sayılmır, amma alan adam tam ideal vəziyyətdə istəyirsə bunu seçilməsin, amma o aparıb düzəltdirə bilər. Aynalar təmizdirmi? Qırıq çat yoxdur ki? Xeyr, xeyr, heç birində qırıq yoxdur, çat yoxdur. 400-də düymə ilə qalxır yan aynalar. Düymə ilə qalxır, yenir. Uşaqların qaldırıb yenmək üçün əlavə knopkası da var. Yəni arxada təmizdir. Hər bir şey, çat yoxdur, heç bir şey yoxdur. Kəsik. Oturacaqlar deyirsiniz, dəridir? Bəli, dəri oturacaqlardır. Özüm də xarab olmamaq üçün çuxol çəkdirmişəm. Düymə ilə idarə olunur. Bəli, bəli. Qızdırıcısı da var. Qızdırıcısı da var, soyuducusu da var. Hətta soyuducu. Bəli, bəli. Nə gözəl. Maşınımızın qiyməti neçədir? 14900 manat deyiliş qiymətdir. İndi gəlib maraqlanan istəyən olsa şirinliyini eləyərik, problem yoxdur. 14-də bütöv istəsələr vermək olarmı? Verməyəsiz o qiymət. Elə tək 4000 buna xərc çəkmişəm. 14000-ə də özüm almışam. 18000-də maşın üstümə gəlib çıxıbdı. Prosta biraz böyük motor maşın istəyirəm deyə ona görə satıram o qiymətə. Hansı rayondasınız? Hal-hazırda Bərdə rayonundayıq. Yox, yəni başda Bərdədə baxa bilərlər. Bərdədə də baxa bilərlər, Bakıda da baxa bilərlər. Əsas oda əlaqə saxlasın. Bəli, əsas oda əlaqə saxlasın. Əlaqə nömrənizi onu da xatırladım. 060 600 41 41. WhatsApp-ı da var, zənci də işləyir. Allah xeyir versin. Çox sağ olun, təşəkkür edirəm. Sağ ol ay Mansur. Çox sağ ol. Sağ ol, sağ ol. Qardaş, Allah xeyir versin. Sağ olun. 011 deyilən maşınımız. Hə. Buyurun, məlumat verin. Necə maşın maşınınız? 85-ci ildir. Normal vəziyyətdədir. Heç bir problemi yoxdur. Neçə vaxt sizdədir? 1 ildir. Sənədi nədir? Qaydasında adamsın. Aformut etibarnamə. Etibarnamədir. Vaxtına var? Var, 1 illik hər şey. Aha. Alandan sonra xərcləriniz? Motor yığdırmışam, təkər almışam. Hal-hazırda yəni normal vəziyyətdə, heç bir xərc tələb eləmir. Motor nədir bunlar? 01-dir, özünün motoru. Sənəddə qeyd olunan Qeyd o, özünündür, hə, sənədlə. Kuza nömrəsi də qeyd Hamısı düzdür, bəli, bəli, bəli. Yaxşı. Motorda hazırda problem yoxdur? Heç bir problem yox. Yağ azaltmadır, səsdir. Qətiyyən.
Korobkası necə? 4-dür. Normal vəziyyətdə. Atma səs, Yoxdur. diferin səs necə? Yoxdur. Əladır. Polda Çürük sarıq yoxdur. öz polum yoxsa dəyişiklikdir? Özünün yağlanıbdı, maşın patkrelnik vurulub, normal vəziyyətdədir hər bir şey. Danqrat yerləri var. Hə, hamısı var. Peredokta səs-küy necə? Yoxdur, yığılıbdı. Gözəl. Təkərlərdəki hələ Normaldır, işlətmək olar. hə. Arxalar elə biləm zəifləyib biraz. Biraz olar. Maşınımızın 85-dən nəyi qalıbdı? Qapı, krel, kapot. Ondan xəbərim yoxdur. Yəni belə normaldır demirəm. Dəyişilən şeylər ola bilər, detalları. İndi 85-dən bəri. Təbii ki. Hə, amma belə çürük sarığı yoxdur, normaldır. Hə. Kosmetik işləri necə? Normaldır gördüyünüz kimi. Müəyyən yerlərdə çıtdaqlar var. Olar, Gözəlləşdirmək üçün. Hə, Gəzdirmək. Olar. Aynalarda vəziyyət. normaldır, sartı qırığı yoxdur. Ön almış şüşəsində elə bilirəm cızıq var, hə? Cızıqdır, hə. Çat deyil, cızıqdır. Əllə qalxırlar. Şitdə vəziyyət. Şit öz şitidir. Öz şitidir Zabalskoy, hə. Qırıq çat yoxdur. Yox, normaldır. Oturacaqlar. Normal Çöküntüsü, idi. Yox, cırığı, yox, söküyü. yox. Çıxollanıb, yığılıb normal vəziyyətdədir. 011 üçün normaldır bu Bəli, bəli, maşınınız. bəli. Qiyməti neçədir? 3400 deyirəm. 3400 Bəli. deyirsiniz. Endirim də eləyəsiniz. Olar, olar. 3-dən aşağı düşmək olarmı? 3-dən yox. 3-ədir son fikir. Olar. Baxır adamla. Hansı rayondasınız? Bərdə rayonu. Əlaqə nömrənizi deyə bilərsiniz? 051 547 41 11. Allah xeyir versin. Çox sağ olun. Siz də sağ olun. Qardaşlar, xoş gördük sizi Bərdə maşın bazarında. Sağ ol qardaş. 06 maşınınızı satmaq fikrinə düşmüsünüz. Bəli, bəli. Allah fikrinizdən sizə xeyir versin. Çox sağ Nə ol. yaxşı satırıq? Satmaqda fikrim odur, özüm köçmüşəm Bakıya. Maşın da rayondadır. Satıb gedirəm Bakıya. Daha Bakıya yaramır bu maşın. İstəyirsən orada yaxşı maşın Orada alasan. yaxşı maşın olam. İnşallah, Allah Onun yaxşı. üçün maşın çoxdandan cür burada dayanıb, qapıdadır. Satıb getmək istəyir. Buyurun, məlumat verin. Almaq istəyən bilsin ki, necə maşındır? Məlumatım odur ki, maşın sazdır. Yəni hər bir şey realdır. Korobka, difer, hamısı normaldır. İli neçə idi, ilin dəqiqə? 2001, 2001-in maşınıdır. 2001-in Siz nə vaxtdan maşınıdır. işlədirsiniz? 3 ildir məndədir. Sənədi nədir? Aformut mu, etibarnamə mi? Yox, aform, öz adıma. Öz adınız olan Öz adıma. maşındır. Ha, lap gözəl. Alandan sonra xərcləriniz oldu maşına? Xərcləri nə var? Elə xərcləri olmuyor, yüngül xərcləri olur. Başqa elə bir xərci yoxdur maşının. Mühərrik 06 deyirsiniz. Məhərrikə Necədir mühərrikin vəziyyəti? normal, hamısı normal vəziyyətdədir. Yığdırmadınız. Yox, yox, yığılıb, maşın alandan hamısı yığılıb, hazır vəziyyətdə. Yağ azaltmadır, səsdir. Belə hər şeylər ikdə. yoxdur. Nə məhərrik, nə difer, nə korobka, heç bir şeydə səs yox. Hamısı mühərrik yox, yaxşı. Normal. Korobka 4-dür, 5-dir mi? 5. Atma, səs yoxdur. Yox, yox. Diferdə də deyirsiniz Yox, səs yox. yox, heç kimdə. Pol necədir? Çürüyü, pası Yox, çoxdur. normal. Yox, yox, normaldır. Nəsə iş olubdu mu altında deyirəm? Məndən qabaq nə olubsa da olub, amma bir dənə Fikir fikirmə, verməz. qırığı, yəni heç bir şey yoxdur, tərtəmiz. Danqarat yerləri salamat. Salamat, hamısı salamat. Peredokta səs-küy yoxdur. Yox, yox. Təkərlərin vəziyyəti. Təkərlər təzə, ikisini təzə qoymuşam. İkisi arxada, təzə. 4 də təzə. Maşınımızda dəyişilən qapı, krel, kapot, yəqin ki olar da. Yəqin ki olub, məndən qabaq nə olubsa da olub. Yəni hal-hazırda heç də eləməmişəm. Mən bu 2 ilin içində heç bir şey dəyişməmişəm. Kosmetik ola işi bilər. yoxdur. Yox, kosmetik yox. Kraskasının zədəsi yoxdur da, eləmi? Yox, yox. Heç bir zədə yoxdur. Hələ maşın gülməyib. Prosta axşam gəldim, maşın gülməyib. İndi çıxdım bazara. Aynalar təmizdirmi? Təmiz. Qırıq təmiz. çatı yoxdur ki. Yox. Əldən qalxır yan aynalar. Hə. Gör də qalxır. Oturacaqlar necə? Belə normaldır. Cırıq, sökük, çöküntü. Yox, elə şey yox. Normaldır. Maşınımız normal maşındır. Şitin üstündə zədə yox idi, görə bilmədim. Şüt, yox, yox qardaş, yox. Şey yox. Qiyməti neçə deyirsiniz? 5200 deyirəm. 5200-ə deyirsiniz. Alan olsa razılaşarıq. 5200. Nə qədər endirmə eləmək? 400-500 endirmə eləmək olarmı? Olar da bir 400, 200. Hansı rayondadır? Tərtər rayonu. Əlaqə nömrənizi deyə bilərsiniz? 050 672 3059. Allah bazar versin. qardaş. Oldu, çox sağ olun. Sağ olun. Sağ olun, minnətdarım. Xeyirli olsun qardaşım. Çox sağ ol. Opel Astra gedir bunu yoxsa? Bəli, Opel Astra. Buyurun, məlumat verin bilək necə maşındır? 98-ci ildir. Avtomat korobka 1.6 Ekatek. Siz nə vaxtdan işlədirsiniz? 3 ildir məndədir. Aformut olunub? Bəli. Alandan sonra xərcləriniz nə oldu? Ondan sonra elə bir xərci yoxdur da, yəni remendi dəyişildi, ondan sonra korobkanın yağıdır. Yəni hamısı qaydasındadır. 422 min göstərir. Bəli. Nə qədər orijinaldır da onu deyə bilmirəm.
Hardasa özümdə hardasa 80 min sürmüşəm. Siz 80 min sürmüsünüz. Təxminən hə. Motorun kubu 1.6 deyirsiniz. Bəli, Benzindir. bəli. Ekotek motorudur. Bəli. Yırtdırmadınız. Mühərrik. Mühərrik açdırdınız yoxsa? Yox. Yağ azaltması nə qədər? Cüzi hiss olunmayacaq dərəcədə. Dəyişən əlavə olunurmu yoxsa ehtiyac qalmır heç? Demək olar ki, yox. Səsi də yaxşıdır. Bəli. Kondisioner olan maşındır mı? Bəli, kondisioner buz kimi peç. İndi hazırda peç lazımdır bizə. Bəli, düzdür, amma kondisioner Hər daha ikisi də önəmli olur. işləyir. Yəni problem yox. Korobkası avtomat. Bəli. Gecikmə, vurma, Xeyr, qaydasındadır. ön çəkən maşındır. Bəli. Peredokun səs-küyü necədir? Problem yoxdur. Daşkəsəli yolda sürmüsünüzmü? Bəli. Səs yoxdur. Yox. Təkərlər yaxşıdır. Qaydasındadır. Təkərlər yaxşıdır. 4-ü də qaydasındadır, problem yoxdur. Təzə. Altında zədə yoxdur, polunda. Çürük, pas, sarısı dəyib dağıla belə. Yox. Dəyişilən, qapı, kril, kapot, Yox. Nə varsa özünki. kosmetik işləri var maşınınızın. Bir dənə parlovka eləmək lazım olar və salam. Qalan hər şey qaydasındadır. Hə, çox cüzi zədələri var, onlar da heç. O cızıq belə şeylərdə yəni. Aynalar təmizdirmi? Qırıq-çat yoxdur. Yox. Ön aynada ləkədə olurlar yoxsa? Bəli, əl izləridir. İşin üstü təmizdir, bir dənə telefon tutacağı hazırda yapışdırılıbdır. Bəli. Yan aynalarda düymə gördüm, 4-ündə də. İşləyirlərmi? Bəli, Dördündə hamısı düymə. işləyir. Oturacaqlar parça deyəqin, hə? Çollanıb. Oturacaqlar belə deyək də 2012-nin oturacaqlarıdır, salonu yəni zubor. Dəyişik. Bəli, özüm yəni 10 xərcini çəkmisiniz. aha. Üst tavan da qara tavan yığılıbdır. Ondan sonra monitordur, kameradır, park radardır. Sonra yəni Bunların hamısını siz eləmisiniz. bəli. Hazırda işləyirlərmi park radarı? Bəli. Ondan sonra yəni pultu vuranda şüşələrin 4-ü də qalxır. Yəni bağlayanda qapıları. Ondan sonra nə bilim başqa şeylər də var. Siz qiymətini deyin, əlavə məlumat almaq istəyən yəqin sizinlə əlaqə saxlaya bilər. Qiymət 8000 deyirəm. 8000-ə deyirsiniz. Aha. Elə bilin biraz baha deyirsən. Mənim şəxsi fikrimdir. Qarışa bilmərəm. Endirim eləyək. Endirim yəni real alıcı ilə endirim olar yəqin ki. Təxmini bir 600-700 endirim eləmək olarmı? Yox, Yoxsa? o qədər yox. Alverçiləri keçmişəm mən. Yox, Çox qırılan. o qədər yox. Əlaqə saxlasınlar da, indi ola bilər ki, nə qədər endirim eləyərsiniz. Endirim olar. Telefon nömrənizi deyin də. 070 344 04 94. Hansı rayondadır maşınınız? Mingəçevir şəhəri. Uğurlar arzu edirəm. Çox sağ qardaşım. olun, minnətdaram. Təşəkkür. Siz də sağ olun. Xeyirli olsun. Çox sağ ol. 07 maşın satırsınız. Bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınınız? Maşın 2009-dur. Maşının motor korobkadır, diferdir, heç bir problemi yoxdur. Altında çürüyü pası, elə şey yoxdur. Qabaq 2 krel dəyişib. Yəni Nə vaxtdan sizindir bu maşın? xeyli olar. 1 ay olar. Bir ay xeyləkdir. Yəni biraz olar da 1 ay olar. Satmaq üçün mi almısınız? Əslində satmaq fikrim yox idi alanda. Sadəcə elə oldu ki, Yox, yəni alverin eləyirsiniz? yox. Özünüz üçün almışdınız? Bəli. Maşın yaxşı maşın olmadı dedin, satım dəyişim yaxşı maşın alın. Yox, yaxşı maşın söhbət. Prosta belə sürməyə qoymadılar. Deyir ancaq Sadə variantda istəyirlər söz. Siz də onu istəmirsiniz. hə. Yox, qaydalara əməl eləmək yaxşıdır. Bəli. Aformut yoxdur da, etibarnamədir. Etibarnamədir bəli. Sənədlər necə? Hamısı qaydasında. Maşınınızı alandan sonra xərc çəkdinizmi? Yüngül xərclər çəkmiş. Elə bu vəziyyətdə idi maşınınız. Bəli. Lap yaxşı. Motor 06 olar da bunlarda. İnjektor motordur, başım çıxmır. 06 olur əslində o 06. ilə olan maşında. Əsas odur ki, motorun yağ azaltması, Heç səsi. nə, yox, elə şey yox. Düzdür, bilmirəm, bir ay bilmək olur yoxsa yox, onun xəbəri Yox, xadavoyu yəni idealdır. Orijinal tex barasıdır, üstündə 400 manat qiyməti var. Formula təkərləri təptəzədir. 405 manat odur. Korobkanın 1800 atması səsi yoxdur Heç ki. nə, heç nə. 1800 manatlıq aparatura sistemi. Aparatura bahalı sistem deyirsiniz, Bəli. eləmi? 4 dənə deyilmi? 4 4 kolonka. dənə reisdir, bir basovkadır, sürüt yerdə 52-50 maqnitofondur. Elə bu vəziyyətdə də verəsiz gedə inşallah. Bəli. Yaxşı. Korobka demədik, atması, səsi. Heç nə, korobkadır. Ümumiyyətcə maşında Diferdə səs yoxdur. heç nə.
Polunda zədə var, Xeyr. çürük, pas, Xeyr, xeyr. danqrat yerləri salamat. Bəli. Peredokda səs-küy necə? Heç. Daş kəsəli yola salınsan bir dəfə. Ha, niyə? Səs eləmir ki, yəni. Rayon yerində qalmır. Təkərlər orijinal formulanın təkəridir. Mən siftə elə bildim nakleykadır, sonra baxdım ki, yox. Yo, yo, orijinaldır. Maşınımızın dəyişiləni 2 dənə ön krel deyirsiniz. Bəli. O birləri hamısı özününkidir. Bəli. Kraskada yəni tam vurulmuş olar. Bəli, bəli. Hazırda yoxdur kosmetik işi. Hazırda yox. Yəni Çox cüzi elə işləri var, o da ki, gözəlləşdirmək istəyən üçündür. Yəni belə yoxdur. Mən görmürəm. Burada çox cüzidirlər, yəni. Açdığımızın alın şüşəsi təmizdir. Şiti yaxşıdırmı? Şitdə yoxdur. Kişi təzədir, təzədir. Təzə. Yan aynalar düymədir, məlidirmi? Hamısı əllə. Bagaj pultdur, qapılar pult sistemidir. Oturacaqlarda da təmizdir, bir-iki Təmiz. yerdə nöqtələr var, sürücünün ikində. Belə yaxşı maşındır. Almağa dəyər. Əsas qiymətində. Qiyməti 700-ə deyirəm, yəni real alıcı olsa razılaşarıq. Belə çıxmasın. 2009-un maşınıdır, polunda doludur. 6-8 verən olsa nə deyək? Dəyişilənlər də var. Dəyişilən olsun, amma xərc də çəkib də bu lüt maşındır öyle axı. Düzdür, orası da var. Lüt maşın olsa sən də. Biz təklifimizi eləyirik. Yəni real alıcı olarsa danışmaq olardı. Yəni. Hardadır maşınımız? Maşın Ağdamdır. Əlaqə nömrənizi xatırladın. 055 De. 441 Aha. 36 35. Allah xeyir versin qardaş. Çox sağ ol. Siz də sağ olun. Xeyirli olsun. Sağ ol. 06 maşın satırsınız. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? 03 motor, 5 karovka, most ideal. 99 il. Biri 5200. 99-dur. Bəli. Qiymət 5200. Nə vaxtdan sizinkidir maşın? Çoxdan 7-8 ay olur. İl, ay, 7-8 ay. ay. Bəli. Aformut texpasport yoxsa? Davernus. Etibarnamə ilə işləyirsiniz. Ha. Sənədlər necə? Bəli, düzdür, qaydasındadır. Alqı-satqı problem olmayacaq. Xeyr, xeyr. Alandan sonra xərclər. Nəsə düzəltdirmisiniz? Heç bir şey. Elə necə almışsa vəziyyətdə. Bəli. Maşınımızın mühərrik deyirsin 03. Bəli. Necədir mühərrikdə vəziyyət? İdeal. Yağ azaltması, səsi, Xeyr, xeyr, yoxdur. mühərrik yaxşı. Bəli. Korobka nədir? 5. Atması, səsi, Xeyr, yoxdur. o da yaxşı. Diferdə səs var? Xeyr, Diferdə səs də yox. xeyr. Nə gözəl maşındır bu. Pol necədir? İdeal. Çürüyü, pası, Xeyr, yoxdur. danqrat yerləri salamat. Bəli, salamat. Peredokda səs-küy varmı? Xeyr, yoxdur. Daş kəsəli yola sürmüsünüz yoxsa ancaq Bəli, bəli, sürmüş. səs eləmir. Xeyr. Təkərlər necə? Təkərlər elə benim yaxşıdır. Təkərlər də yaxşıdır. Qardaş deyir dağa daşa getmişik, Şuşalar üçün Kəlbəcər. Bəli, Təkərlər yaxşıdır deyəsən, bəli, eləmi? bəli. Aha. Maşınımızın dəyişilənlərindir. Qabaq kırlalar olmalıdır. Ön krillərdir. Sizdən əvvəl olub yəqin, hə? Mən elə bilirəm. Kosmetik işi necə? İdeal. Göz qabağındadır. Normaldır. Maşınımızın aynaları təmizdir. Bəli, Qırıq çat bəli. yoxdur. Bəli, Qırığı çatı yoxdur ki aynaların. xeyr. Elə bilirəm yaxşıdırlar. Əllə qalxır yan aynalar. Bəli, bəli. Şiti təmizdir, şitdə yoxdur ki ləkəsi. Xeyr, xeyr. Çatı yoxdur. Oturacaqlar qəşəngdir. Açıq ollanıb ya təzələnib. Yox, təzələnib. Təvəsi qoyulub. Bəli. Aparatura falan yoxdur ki, səs Xeyr. sistemi. Qiyməti neçə? 5200. 5200-ə deyirsiniz yoxsa sonudurmu? 5000 sonudur. 5 sonudur. Bəli. 4-8 verən olsa nə deyək? Xeyr. Verməyək. Xeyr. Hara gəlsinlər? Ağdama, Quzanlı. Əlaqə nömrəsi. 050 715 64 13. Allah xeyir versin. Sağ ol. Siz də sağ olun. Qardaş xeyirli olsun. Sağ ol, Allah sana. 06 maşın satırsınız. 16 ili 92 bez detal maşındır. İzləyicilərdən bir nəfər yazmışdı ki, satma səbəbini də soruşun, görək niyə satırlar. Pul ehtiyaclı ona göre. Ha, elə mən də ona elə yazdım. Dedim olsun, hamı deyəcək pula ehtiyaclıdır. Hə, pul İnşallah ehtiyac- xeyir işlərə ehtiyac olsun pullar. Sağ ol, Allah canını sağ olasın. 92'nin maşınıdır. 92 deyirsiniz. Bəli, bez detal. Nə vaxtdan Moz, sizdə? karobka əla vəziyyətdədir, motor əla vəziyyətdə, kaplı yağ azaltmır. Nə vaxtdan sizdədir maşın? Maşın harca 2 ilə yaxındır məndədir. Tex pasportundan öz adım maşın. Öz adınız olan maşın. Bəli. Sənədlər necə? Hamısı qaydasındadır, hər bir şey. Maşının bugünkü günə 20 qəpik xərci yoxdur. Alandan sonra xərc oldu mu? Nəsə xərc çəkdiniz? Arandan sonra indi əgər əksislərində mən düzəltdim də, yəni təkər aldım, nə bilim akkumulyator aldım.
Onlar təbii ehtiyaclarda olmalıdır. Bəli. Müəyyən vaxtdan sonra Yəni dəyişilməlidir. maşının belə ciddi problemi Motorunu olmur. yığdırmadınız. Xeyr, maşının motoru. Mühərrik nədir bunlarda? Mühərrik 011-dir, amma yəni belə yaxşı vəziyyətdədir. Yağ azaltması, səsi, Xeyr, heç nə. 5000-də şupu çəkirsən həmin yağdır. karabkası. Korobka 4-dür, qəşəng vəziyyətdədir, most yaxşı vəziyyətdədir, səsi küyü, heç Heç nə birində yox. səs yoxdur ki. Heç birində səs küyü yoxdur. Polda zədə yoxdur. Xeyr, heç arası. Olmayıb, yoxsa olanlar çıxıbdımı? Ümumiyyətcə olmuyor. Maşın bez detaldır. Danqrat yerləri salamat. Salamat, hamısı salamat. Perodokda səs-küyü necə? Xeyr, heç bir problem yoxdur. Təkərləri necədir? Yaxşı vəziyyətdə Təkərlər də təkərlərdə. yaxşıdır. Özüm almışam təkərlərini. Yəni maşının bugünkü günə maşının heç bir problemi yoxdur. Dəyişən dəyişisi yoxdurmu? Xeyr, yox. Qapı, krel, kapot. Heç bir şey dəyişmir. Maşın nə var özünündür. Zavod. Bəlkə sizdən əvvəl dəyişdirib bilmirsiniz. Yox da yəni indi özümün elə də güclü başım çıxmasa da sənətkarlara göstərmişəm, deyirlər ki, zavod. Gözəl. Bəli. Kosmetik işləri varmı maşınımızda hazırda? Maşınımızın kosmetik Hal-hazırda işləri- maşının 20 qəpik xərci yoxdur. Yox, ön aynası çatlayıbdı. Bax o dəyişilməlidir. Ön alın şüşə. Hə, bir dənə o Sərnişin ola bilər. tərəfdədir, düzdür. Meşatçılıq eləmir sürücü. Hə, meşatçılıq eləmir, yəni bugünkü gün onun cərimə də yoxdur. Amma Şitin yəni üstündə də bir belə- dənə çat görürəm. Hə, yəni nə bilim orada bir dənə cüzi bir şey var. Oturacaqlar necə? Oturacaqlar qəşəng səliqəli. Söküntüsü, cırığı, söküyü Heç yoxdur bir ki. şey, hamısı çıxollanıb düzlənib. Maşınımızın qiyməti 5200-ə. 5200-ə deyirsiniz. Bəli, bəli. 4-8 sayan olsa nə demək olar? Təklif daha bizdən. Təklifdir, təklif 5-ə lap yaxşı olar. Əlbəttə ki, satmaq istəyər ki, pasdan Bəli, baha bəli. qiymətə satsın. Bəli. Alandakı ucuz istəyər. Bəli. Allah fikrinizdən sizə xeyir Sağ ol, versin. Allah Əlaqə canınızı nömrənizi sağ xatırladın. 050 787 86 89. Hansı rayondasınız? Bərdənin özündə. Uğurlar arzu edirəm. Sağ ol. Siz də sağ olun. Sağ olun. Əmoğlu Allah bazar versin. Çox sağ olun qardaş. 07 maşını satırsınız. Bəli. Buyurun məlumat verin bilək necə maşındır maşınımız? Çox gözəl, çox səliqəli. İli nədir Yəni maşınınızın? dostlar 2009. Siz nə vaxtdan işlədirsiniz? Biz hardasa bir 7 ay, 8 ay belə olar. Sənədi nədir? Aformu etibarnamə. Yox, etibarnamə ilə bəli. Vaxtına var hələ. Bəli, baxın. Sənədlər qaydasındadır. Hər bir şey öz qaydasında. Alqı-satqıya problem olmayacaq Yox, ki. xeyr, xeyr, heç halıq yox. Alandan sonra xərciniz olduğu maşına nəsə düzəltdirmisinizmi? Perodok yığılıb, bütün avadanlıqlar, yəni hər bir şey saz haldadır. Aparaturanı da sizin Hər bir, verəmisiniz. hər bir şey qoyulub hazır. Maşınımızın motoru mühərriki 06-dır mı? 06 mühərrik. Bəli. Necədir mühərrikin vəziyyəti? İnjektordur, əla, çox gözəl. Çox ekonomik, çox gözəl maşın. Yağ azaltması, Yox, səsi, heç bir problem yox. mühərrik yaxşı deyir. Çox gözəl. Yəni dosta qardaşa veriləsi maşın. Karabkası necə? Çox gözəl. Heç birində səsi, küyü, heç bir şey narahat. 5 olarda. Bəli, 5. Atmadır, səsdir. Xeyr, heç bir şey. Diferdə səs varmı? Heç bir səsi, küyü yox. Diferdə təmizdir. Bəli, Altı çox necə? Çürüyü, pası, Yox, üstü kimi də 6-dır. zədəsi yoxdur. Xeyr. Danqrat yerləri varmı? Bəli, hər bir şey öz qaydasındadır. Perodokda səs-küy necə? Təzə yığılıb. Hamısı təzə dəyişilir. Hə, perodoku yığdırmaq istəyirsiniz. Təkərləri yaxşıdır. Normal. Təkərlər yaxşı. Qardaş deyir, balans elətdirmişik, Bəli, razval balans elətdirmişik. olunub, razval da olunub. Dəyişilənlərini də deyin də bizə. Qapı, krel, kapot. Yox, dəyişən heç bir detalı yoxdur. Heç bir Lap detalı yox yaxşı. dəyişən. Amma nə deyim, kosmetik işi necə? Kosmetik işi yox, heç bir kosmetik. Hazırda yox deyiləmi? Maşınımızın aynaları təmizdirmi? Qırıq çatı yoxdur ki? Yox, xeyr. Şitin üstündə 4 dənə yerində görürəm çat. 5 dənə hətta. O üstə öz gələn işdir, ona əldə edir. 5 dənə çat görürəm. Oturacaqlar necədir? Hamısı Yaxşıdır, özü- hamısı cırıq, özünün. sökü, çöküntü yoxdur ki? Yox, xeyr. Hamısı öz qaydasındadır. Maşınımızda aparatura sistemi var. Aparaturası da var. Səs sistemi. Bəli, bəli, çox istəyirəm. Hətta maqnitofonda Bahalı maqnitofon. görüntülüdür. Nə deyək, kameralı mı deyək, yoxsa ekranlı mı deyək, Hə, hə. monitoru var. Monitordur da. Qiyməti neçədir maşının? Qiyməti 6000. 6000, 6600. 6600. Bəli. Real alıcı olsa bəli. Məsələn 6000-ə vermək olarmı? Xeyr, yox. 6000-ə vermək olmaz. Yox. Endirim eləyəsiniz. Endirim oyunu danışaraq da görərik. Alan real alıcı olsa nəsə bir enmə yolu Hansı rayondasınız? tərtər. Tərtər. Bəli. Əlaqə nömrəsi. 051
525 97 13. Allah xeyir versin. Çox sağ olun, təşəkkür edirəm. Siz Allah də razı sağ olsun. olun, sağ olun. Qardaş, xoş gördük siz Bərdə maşın bazarında. Sağ ol qardaşım, sağ ol. Qaz 2410. Elə gedir elə maşın. Qazon. Qazon deyirik. Bəli. Buyurun, məlumat verin bilək necə maşındır? Maşın belə normal maşındır. Motor bez nömrədir. İli 89-dur. Sənədləri hamısı öz qaydasında. Mostur, difer, karovkasıdır. Hamısı ideal, motor ideal, bez nömrə. Çatma qoy papa başım üşüyür. Hamısı öz Nə vaxtdan qaydasında. sizdədir maşın? Maşın mən hardasa olar bir ayda almışam. Sadəcə olaraq biz üstündə əməliyyatda işim var, onu satıram. Allah özü kömək Sağ olsun. ol. Deyirəm görüm mal verini mi eləyirsiniz? Yox, yoxsa yox, yox. Mən alverçi deyiləm, xeyr. Özünüz üçün Özüm- aldığınız Hə, maşındır. özüm üçün almışdım. Prosto biraz əməliyyatda işim oldu, satıram. Hə, inşallah xeyirlisi. Sağ ol. Alandan sonra xərciniz oldu maşına. Allah balasını sağ olasın satan. Qəpikdir. Heç bir xərc çəkməmisiniz. Yox, heç nə qardaş. Alandan elə benzin tök sürürəm. Motor bunlarda nədir? Bunlarda ZMC deyilən də ondan Dəyişilib. Prostor motorda, bez nömrəli motor. Hə, dəyişilib. Səntdə Yox, öz qeyd olunub. motordur, sadəcə olaraq bez nömrə yazdırıblar, nəsə dəyişdim. Səntdə deyəm deyirəm qeyd olunubdu. Hamısı sənəddə, rəngi sənəddə, 10 ay sənəd sübutun vaxtına var. Etibarnamədə Hər şey. yəqin ki. Hə, etibarnamədir. Karabkası necə? Karabka 4-dür, ürəyin istəyir, ideal. Motor defekt, karabka idealdır, ürəyin istəyir. Yağ azaltmasını demədi ya motorun. Qram kapildə. Sür 25 min sürmüşəm elə nətə tökbə elədim. Bax sən al dur, işim var. 25 min heç dayandırmamısınız ya maşını desən. Sürürəm də mən çörəyimə sürən adamam. Mən də yəni dayanmayım. Allah çörəyinizi Sağ yetirsin. ol. Diferdə də deyirsiz səs Heç yox. nə kapildə. Altın çürüyü çoxdur. Heç yəni belə nə tapan varsan altında. Olmayıb ümumiyyətcə yoxsa? Olmayıb. Yox, olmayıb. Yoxdur. Elə nətə gəlib alt elədi. Lap yaxşı. Bunlarda danqrat yerləri elə biləm çıxıntılı olur. Yox, altda olur. Altda yumru Biləmdə olur. nəsə belə hə. Onlar Hə. dururmu? Yəni Hamısı, salamatdırlar. kapolojla hamısı öz yerində qardaş. Peredokda səs-küy yoxdur. Kapil deyil. Heç nə. Yəni alandan heç 10 qəpik xərc çəkməmişəm. Nətər Ön danışam. təkərlər yaxşıdır. Arxalar elə biləm. Arxalar yeyilib. nətər danışam belə. Ban normal. Arxalar yeyilibdilər, amma Hə, önlər elə yaxşıdırlar. Hə. Maşınımızın dəyişilənlərini bilmədiniz. Qapı, krel, kapot. Dəyişən, yəni indi 89-un maşında, yəqin ki dəyişəndə olar, dəyişməyəndə Bunların olar. dəmiri biraz qalındı, amma ola bilsin ki dəyişilər. Yəqin ki dəyişilər də, nə deyim mən, Hə, yalandan. dedim bəlkə siz özünüz biləsiniz. Yox, mən yalan allacarım. Çünki mən Kosmetik işləri var amma maşında. var da indi normal indi 89-un maşındır, nə kapotunda gün döyən yerlər də yandırıb, böyrlərində heç bekara şeydir. Aynalar vəziyyət necədir? Aynalar A- təmizdir elə bilirəm. Təmiz, Qırıqçat yoxdur ki. yox, heç nə, təmiz, öz yerindədir. Əllə qalxır da yəqin ki yan Hamısı, aynalar. hə, İşti yaxşıdırmı? təzə işlər təzə adam. İşti yaxşı. Salon Oturacaqların cırığı sökülür. Yox, heç nə. Bir iki dənə yerinə siqaret düşüb dəyişibdi o bir şey. Maşınımızın qiyməti Qiymət 200-ə deyirik. 2300-ə deyirsiniz. Real alıcı olsa endirim var. Nə qədər endirim eləyə bilərik görəm buna? 2-dən aşağı düşə biləcəyik. 19 qutaran. Hansı rayondadır? Bərdar rayon 32 kəndi. Kəndə gəlsinlərmi? Problem yoxdur. Zəfərat ara lazım gələr. Hə, deyirəm yox, kəndə gəlsələr Yox, gəlib bir yox. qonaqlıq da verəsən. Problem yoxdur. Bu nə söhbət? Əlaqə nömrənizi deyin. 050 425 09 84. Allah xeyir versin. Sağ ol qardaşım, sağ ol. Siz də sağ olun. Həmən Allah bazarınızı versin. Sağ ol. 06 maşınınızı satmaq istəyirsiniz. Satmaq istəyirəm. Yeri 2005. Öz adımadır. Nə vaxtdan sizin adınızdadır maşın? 3 ildir. Ha, nə gözəl. Bu vəziyyətdə idimi, yoxsa alıb düzəltdirmisiniz? Alıb yayda kraskalatmışam. Başqa As xərciniz vecet. olub yoxsa? Yəqin ki xırda xuruş olur da. Aha, Sovet maşınıdır da Hə, olar. Maşınımızın mühərriki 06 olmalı. İczavatlı maşındır səhv eləmirəmsə. İczavoddur. Motor Usili Niva motorudur. Necədir motorun vəziyyəti hazırda? Lap yaxşı. Yığdırmadınız ki siz. Yox, yox. Yağ zad yemək yoxdur. Karovka 4-dür. Karobkada vəziyyət necə? Atma səs yoxdur. Heç nə, heç nə. Diferdə problem yoxdur. Difirdə yüngül elə yığıltı var. Heç bilinmir o da. 3 ildir elə sürürəm, heç elə bir şey yoxdur. Daima olurmu, yoxsa nə vaxtsa dayanırmı? Səs həmişə olurmu deyirəm. Yox, yox, aşağı skorstay olur, yuxarıda bilinmir. Pol necədir? Pol da normaldır da. Çürüyü, pası yoxdur. Yox, yox, yox. Danqrat yerləri salamatdır mı? Salamatdır, hər şey qaydasındadır. Peredokda səs-küy yoxdur. Heç nə yoxdur, heç nə. Təkərlər yaxşıdır elə bil. Yaxşıdır.
Maşınımızın Yayda almışam təkərləri. Yayda almışsınız təkərləri. Maşınımızın dəyişilənlərini də deyin də. Qapı, Dəyişək heç də mən olan müddətdə mən də zavod adı ilə almışam. Olan müddətdə də heç nə dəyişilmir. Belə ümumiyyətlə şübhələnmədiniz ki, bu qapı dəyişilərmi, klir Yox, dəyişilərmi? yox. Elə bir şey. Qapı zad dəyişməyin mənası nədir? O Valla bilmirəm də indi almaq əksi, istəyən olar, deyir ki, yox, hə. dəyişilməz. Məndə olmayıb, yəqin ki. İnşallah olmaz elə. Kosmetik işləri deyirsiniz yoxdur, yayda kraska atmışsınız. Yayda kraska atmışam. Görünür də burada heç nə Yaxşıdır. vəziyyət. Aynaları elə biləm təmizdir, qırıq-çat yox da. Heç nə, heç nə. Şüşələrində. Əllə qalxır, yoxsa düymə? Əllə də, əllə. Əllə qalxırlar. Dədə Oturacaqlarda cırıq, sökük, çökük. Heç nə. Yığılıb, tərtəmiz. Şiti də təmizdir, elə biləm ləkə yoxdur. Tərtəmizdir. Qiyməti neçə deyirsiniz? Qiyməti 6000 üstə deyirəm. Real alıcı olsa 6000-ə verərəm. Altdan aşağı düşmək istəmirsiniz? Yox. Hansı rayondasınız? Göyçay rayonu. Əlaqə nömrənizi deyə bilərsiniz? Deyərəm 050 489 2209. Allah bazar versin. Sağ ol. Siz də sağ olun.